Salam əziz və dəyərli dinləyicilər. Mən bugün sizə Süleyman Sani Axundov Nurəddin əsərinin həm oxusunu, həm də ümumi təhlilini verəcəm və qeyd edim ki, bu cür videoların davamlı gəlməyini istəyirsinizsə, kanala abunə olub şərh yazmağı unutmayın. Həmçinin hansı əsərin oxusunu və yaxud da hansı testlərin izahını istəyirsinizsə, şərh bölümündə qeyd edə bilərsiniz. Başlayaq oxudan. Deyir, Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Deməli, harda? Qafqazda Hacı Nəsir adlı bir tacir. Deməli, kim idi? Tacir idi. Sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl olduğu kimi xasiyyətdə də gözəl idi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm, qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib şəhərin fəqir füqərasına pul və xörək payladı. Oğlunun adını Nurəddin qoydular. Nurəddin qoyurlar oğlunun adını. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir Gülüstan kitabı gətirmişdi. Nə gətirmişdi? Gülüstan kitabı gətirmişdi. Gülüstan kitabı nə boyda idi? Kibrit qutusu boyda idi. Həlimə bu qəribə şeyi hardan aldığını soruşduqda Hacı Nəsir cavab verdi. Bir gün bazardan qayıdarkən bir nəfəri körpü üstündə ağlayan gördüm. Deməli, hardan qayıdırmış? Bazardan qayıdırmış. Bazardan qaydanda bir nəfəri körpünün üstündə. Baxın, bəzən testlərdə düşür. Körpünün altında, yox, körpünün üstündə ağlayan görür. Onu deməli ağlayan görür. Bəzən düşür, məsələn oturan görürlər və yaxud nəsə, yox, ağlayan görür. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedi, mən bir kasıb adamam. Deməli, arvadı soruşur ki, bəs bu Gülüstan kitabı hardan? Başlayır Hacı Nəsir də izah eləməyə ki, mən bazardan qaydanda körpünün üstündə ağlayan gördüm, deyir bir kişini. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedi, mən bir kasıb adamam, əslim İranlıdır. Əldə xırdavat satmaqla 300 manat pul düzəldib bura gəldim ki, mal alıb aparam. Deməli, 300 manat pul düzəldib ki, gəlib buradan mal aparsın, alış-veriş etsin. Bu saat bundan qabaq bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar. Deməli, bir saat bundan qabaq bu kişini, belə deyək, soyğunçular soyubdular. Bu kişinin halına ürəyim yandı, cibimdən 300 manat çıxarıb dedim. Al kişi, bu sənin 300 manatın. Get mal al. Kəsbindən, yəni bazarlığından qalma. Qazanıb sonra pulunu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et. Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə çıxıb getdi. Deməli, kişi Hacı Nəsirin əlini öpür, adını və mənzilini soruşur. Daha sonra sevinə çıxıb gedir. Baxın, bəzi testlərdə sual düşür ki, 300 manatı verən kimi birbaşa çıxardıb nədir? Sanki kitabı verir, Gülüstan kitabını. Yox, görürsünüz, çıxıb gedir. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil oldu. Deməli, nə zaman? Axşam. Mənzilimdə deyir, çay içdiyim zaman kişi içəri daxil oldu. Hacı, sovqat üçün bundan əziz bir şey yoxdur deyə Gülüstan kitabını mənə uzatdı. Deməli, dərhal o 300 manatı verən kimi, Hacı Nəsir 300 manatı verən kimi yox, hələ nə qədər keçir, axşam olur bayır, o deməli, həmin o kişi Hacı Nəsirin mənzilinə gəlir və ona nə gətirir? Sovqat. Sovqat, yəni ona bir hədiyyə gətirir və deyir Gülüstan kitabıdır və Gülüstan kitabını verir və deyir ki, bundan əziz bir şey yoxdur deyir. Qoy mən Rəhim tərəfindən sevgili övladınız Nurəddinə Sədinin bu Gülüstan kitabı yadigar olsun. Deməli, kişinin adı nə imiş? Rəhim imiş. Və bunu deyir Nurəddinə deyir, nədir? Yadigar verir. Deyir Nurəddinə Sədinin bu Gülüstan kitabı yadigar olsun. Gülüstan kitabı kimin imiş? Sədinin. Sonra dübarə razılıq edib getdi. Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı. Deməli, Həlimə kitabı ipək parçaya tikir və Nurəddinin boynundan asır. Oğlum böyüyəndə bu kitabı oxuyar, dedi. Nurəddin böyüyüb 8 yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şagird idi. Deməli, birinci şagird olur. Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan döşəyə düşdü. Hacı Nəsir bir neçə məşhur həkim gətirdisə də onu sağalda bilmədi. O, Nurəddin deyə vəfat etdi. Ölüm səbəbi nə olur? Deməli, hamamdan çıxanda özünü soyuğa verdiyi üçün.
belə deyək, vəfat edir. Anasının vəfatından sonra Nurəddində böyük qəmginlik görünürdü. Deməli, Nurəddin qəmgin idi. Ancaq deyir, biliyi ilə müəllimlərini heyrətə gətirirdi. Çox bilikli idi, yəni. Hacı Nəsir evlənmək fikrinə düşdü. O qeyri şəhərə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Deməli, başqa bir şəhərə, qeyri bir şəhərə, sakin olan şəriki ilə şəhərdə, sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin 20 vesliyində olan kənddə, baxın, görürsünüz, bax, bu şəhərdə yox, qeyri şəhər deyir, bax, bu şəhərdə yox. Harda? Bu şəhərin 20 vesliyində olan kənddə. 20 veslik ölçü vahididir. Yəni, belə deyək də, bax, bu qeyri şəhər, başqa şəhərdən uzaq bir şəhər. 20 vest. Yəni, məsələn, bizdə kilometr var, metr var. Burada da 20 vest uzaq olan bir kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı var idi. Deməli, kişinin adı nə idi? İmamverdi. İmamverdi adlı deməli tanışı var idi. İmamverdi onu mehribanlıqla qarşıladı. Sonra üzünü qızına sarı tutub dedi: "Gülpəri, tez ol, nahar tədarük et." Deməli, baxın, mən yenə də qeyd edirəm. Bircə saniyə. Mən yenə də qeyd edirəm. Şəhər dedikdə o birinci şəhərə sadəcə şəriki ilə hesab çəkməyə gedir. Yəni, hansısa belə deyək, pul məsələsidir, hesablamağa gedir ki, sənə nə qədər düşür, mənə nə qədər düşür. Sonra bu şəhərdə yox, bu şəhərdən 20 vest uzaq olan bir şəhərdə, deməli, İmamverdi adlı tanışı var idi, deyir və bu tanışının yanına gedir. Gülpəri, o da həmin o İmamverdinin də Gülpəri adında bir qızı olur. Və Gülpəriyə tapşırır ki, Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır. Gülpəri qısa boylu, dolu bədənli, qara buğdayı, bədxasiyyət, 23 yaşında bir qız idi. Deməli, neçə yaşı var idi? 23 yaşı var idi. Qoy bunu rəqəmlə də yazım ki, yadda qalsın. 23 yaşı var idi. Onların uzun söhbətinin nəticəsi bu oldu ki, qəza Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi. Deməli, onlar qohum oldular. 2 gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi. Deməli, 2 gün keçir və 2 gündən sonra Hacı Nəsir Gülpərinidir evinə arvad gətirdi. Gülpəri evdəkilərin hamısı ilə kobud rəftar edirdi. Get-gedə onun zülmü artırdı. 10 ildən ziyadə, yəni 10 ildən çox idi ki, Hacı Nəsirə xidmət edən bir nökər bu tövr rəftara daha davam edə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı qulluqçu Bahar da çoxdan çıxıb gedərdi. Gülpərinin hər zülmünə davam edirdi. Tək ki, əli balaca Nurəddindən üzülməsin. Yəni, əsas səbəbi Nurəddin idi ki, Nurəddinə görə dözüb qalırdı. Hacı Nəsir bu işləri görüb, ikinci dəfə evlənməyinə çox peşman oldu. Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Deməli, evə gec gəldiyi üçün Nurəddini kim döyür? Gülpəri. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi: "Ay yaramaz, ay yaramaz, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan, bundan sonra səni bu evdə bir gündə saxlamaram." Deməli, bu sözləri kim deyir? Bu sözləri Hacı Nəsir deyir. Aha, bunu deyib Hacı Nəsir daha doğrusu cəld bazara tərəf getdi. Bazara gedir. Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyə partlayıb vəfat etməsi xəbəri gəldi. Deməli, ürəyə partlayıb. Əgər sual düşsə ki, birbaşa elə o dava vaxtında, o belə deyək, Gülpəriyə bu sözləri deyən zaman ürəyə partlayır, bu yanlışdır. Nə vaxt ürəyə partlayır? Bazara gedir və bazara çatandan 20 saat sonra, yəni bu ittifaqdan 20 saat sonra Hacı Nəsirin dükanda, elə o dükanında, öz dükanında ürəyə partlayıb vəfat etməsi xəbəri gəldi. Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul verib dedi. Deməli, kişi artıq ölüb, onun üçü çıxıb,
Artıq Gülpəri başlayıb mehriban davranmağa. Oğlum, daha dərsdən qalma, dur məktəbə get. Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi. Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır. Əvvəldən belə olsaydı heç atamın da bağrı çatlayıb ölməzdi. Deməli bu sözləri deyən kimdir? Nurəddindir. Bu fikirdə ikən Nurəddin gəlib məktəbə çatdığı Gülpərinin belə dəyişməsinə səbəb Nurəddinin zənn etdiklərinin heç biri deyildi. Deməli, əslində Gülpərinin fikri başqa idi. Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdı. O da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə keçəcəkdi. İndi hiləgər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı. Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar elədi. Deməli, Bahar ona hər şeyi açıb deyir ki, yəni əslində sənə yaxşı davranmağının səbəbi nədir? Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Deməli, hələ Bahar deyənə qədər başa düşməmişdi. Bahar deyəndən sonra deyir, hələ indi başa düşdü. Bahar dedi, qorxma, nə qədər ki sən sağsan, Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə bilməz, çünki onda onu qəyyumluqdan çıxarardılar. Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Deməli, Nurəddin görək hansı günü səbirsizliklə gözləyirmiş, kəndə getməyə hazırlaşırdılar. 3 gün idi ki, Gülpəri səfərə yığışırdı. Gülpəri cəmi şeylərini sandıqlara doldurub özü ilə aparmaq fikrində idi. Deməli, 3 gün idi ki, hazırlaşırdılar. Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdı, lakin hər bir şey hazır olandan sonra Gülpəri ona dedi. Deməli, əslində Bahar fikirləşirmiş ki, ümid edirmiş ki, bunlar kəndə gedəndə, axı Nurəddini də aparır. Ümid edirdi ki, yəqin Baharı da aparacaq özləri ilə bir yerdə. Ancaq Gülpəri ona dedi, Bahar, sən şəhərdə qalasısan, evi səndən başqa heç kəsə ümid olub qoya bilmərəm. Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə hansı gün çıxmalarını atasına məlum etmişdi. Deməli, belə deyək, məktub göndərib ki, bəs filan günü gəlirəm. Lakin səfərin ikinci günü gəlib oraya çatdıqda vağzalda nə atasını, nə də bir tanış adam gördü. Gülpəri nökəri Cəfəri göndərib 2 fayton tutturdu. Nökəri kim idi? Cəfər. Cəfəri göndərib 2 fayton tutturdu. Faytonun birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu. Və qorxa-qorxa yola düşdü. Gülpərini qorxuya salan dağlar arasından və meşələr içindən keçən yollardakı onlarda çox vaxtı soyğunçuluq ittifaq düşərdi. Deməli, əslində qorxduğu şey birdən soyulmaqla qarşılaşmaqları idi. Meşənin qurtaracağına 2 vest qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. Deməli, meşənin qurtaracağına 2 vest qalmış. Yəni, bizdə məsələn necə kilometrdir və yaxud da nə bilim metrdir. Bunlarda da indi vest yenə ölçü vahididir. Dayan, tərpənmə, atdan düş, yoxsa odladım. Əmraslan ağa, atma, mənəm. Deməli, Cəfərin qabağını kəsir və deyir, dayan, tərpənmə, atdan düş, yoxsa odladım. Əmraslan ağa, atma, mənəm. Bunu deyən kimdir? Cəfər. Gülpəri bu səsi eşitcək, sevinib qışqırdı. Əmraslan, əmoğlu, sənsən? Deməli, onun nəyi idi? Əmoğlusu idi. Aha, əmoğlu, sənsən? Nə yaxşı gəldin? Bəs atam hanı? Gərək fayton tutub qabağımıza gələydi. Bilmirəm, kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib. Əmraslan dedi, mənim sizin gəlməyinizdən xəbərim olmamışdı. Deməli, əslində onların qabağına gəlməyibmiş. Özüm də evdən səhər çıxmışam. Yəqin əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünü sel aparması olmuşdu. Sonra deməli körpünü də sel aparıbdı. Sonra faytona minib Gülpəri ilə gizlin söhbətə başladı. Əmraslan İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Deməli, İmamverdi ilə Tanrıqulu qardaş imiş. Və Tanrıqulunun oğlu da kim idi? Əmraslan. Əmraslan, deməli bunun, yəni Tanrıqulunun oğlu imiş. Bir növ, belə deyək, Gülpərinin əmisi oğludur. Bundan başqa Tanrıqulunun övladı olmamışdı.
Ona görə valideyni Əmraslanı əzizləyib ərköyün böyütmüşdü. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmraslan 9 yaşına çatdıqda, 9 yaşında olanda atası onu mollanın yanına oxumağa apardı. 3 gündən sonra Əmraslan məktəbdən qaçdı. Aha. Tanrıqulu bir-iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu. İndi bu dəfə şkolaya qoyur. Əmraslan şkolada çox davam etmədi. Nadinc uşaq müəllimləri təngə gətirmişdi. Axırda yoldaşlarının birini yaralamaqla üstündə Əmraslanı məktəbdən xaric etdilər. Aha. Şkolada da gəlir kimisə yaralayır. Deməli, onu həm deyirlər ki, mollanın yanına qoyurlar oxumağa. Həm mollanın yanına qoyurlar, həm də şkolaya qoyurlar. Mollanın yanından 3 gündən sonra qaçır. Şkolada da kimisə yaralayır deyənə artıq özləri çıxardırlar məktəbdən. İmamverdi Əmraslanın oxumayıb belə bir tərbiyə qalmasından çox narazı idi və bu barədə qardaşını müqəssir bilirdi, yəni Tanrıqulunu. Əmraslan 16 yaşına çatanda ata-anası dalbadal vəfat etdi. Aha. Dalbadal deyir, vəfat etdi atası ilə anası. 1-2 ilin ərzində yaramaz oğul atasından qalanların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da qardaşı oğlunu pis yoldan qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Deməli 16 yaşı var idi Əmraslanın. Və bu zaman ana-atası ölür. İmamverdi də onun əmisi idi axı, Tanrıqulunun qardaşı idi İmamverdi. Və deyir, istəyir ki, deyir, onu düz yola çəksin, amma deyir, görür ki, alınmır da. 1-2 ilin ərzində deyir, yaramaz oğul atasından qalanlarını da deyir, hamısını kefə qumara qoyub tələf elədi. İmamverdi deyir, nə qədər çalışsa da qardaşı oğlunu pis yoldan qaytara bilmədi. Və axırda onunla bir mərrə əlaqəni kəsib evinə də qoymadı. Nə qədər əlində dövlət var idi, Əmraslan Gülpəriyə yaxın düşmürdü. Aha, nə qədərdir əlində dövlət var idi, Əmraslan Gülpəriyə yaxın düşmürdü. Elə ki, yoxsullaşdı, Gülpərini almaq fikrinə düşdü. Deməli, əslində əsas məqsədi nə idi? Gülpərini almaq idi. Lakin İmamverdi nə qədər mən sağam, bu iş baş tutmaz deyə onun təklifini rədd etdi. Aha. Nə qədər mən sağam, bu iş baş tutmaz deyə onun təklifini rədd etdi. Gülpərinin könlü əmisi oğlunda idi. Deməli, əslində amma Gülpərinin könlü elə Əmraslanda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmraslan bu əmrə razı deyildi. Çünki onun fikri Gülpərini almaq deyil, əmisinin dövlətini ələ almaq idi. Pis yola öyrənmiş Əmraslan yavaş-yavaş oğurluğa və yol kəsməyə qurşandı. İndi faytonda əyləşib Gülpəri ilə söhbət edən Əmraslan belə hərifdir. Deməli, Əmraslanın macəraları, Əmraslan barədə ümumi məlumat da almış olduq. Kənddə bir neçə gün qalmışdılar ki, bir gün Əmraslan onlara gəldi. İmamverdi baba o biri otağa keçdi, orada nə baş verdiyini Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi. Bu ittifaqdan 3 gün keçmiş Gülpəri atasından izinsiz kəbinini kəstirib Əmraslana ərə getdi. Deməli, kənddə deyir, bir neçə gün qalmışdılar ki, bir gün Əmraslan onlara gəldi. İmamverdi baba o biri otağa keçdi. Orada nə baş verdiyini Nurəddin bilmədi. Yəni Əmraslan artıq görür ki, Gülpəri atası gilə gəlib. O da gəlir hara? Əmisi gilə. Yəni İmamverdi keşə gilə gəlir və İmamverdi baba o bir otağa deyir, keçdi. Bunlar başlayırlar söhbət eləməyə də Əmraslanla İmamverdi kişi. Və nə baş verdiyini deyir Nurəddin bilmədi. Ancaq deyir oradan İmamverdi babanın qışqırığı gəlirdi. Bu ittifaqdan 3 gün keçmiş Gülpəri atasından izinsiz kəbnini kəstirib Əmraslana ərə getdi. Aha, deməli atası razı olmadığı üçün yəqin qışqırırdı. Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı. Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi. Deməli, əslində İmamverdi kişi yaxşı obrazdır da, yəni yaxşı veriblər, müsbət obrazdır. Və onun yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Gülpəri nədənsə fikrini dəyişdirib Nurəddini öz yanına aparmaq istəyirdi, lakin İmamverdi baba əsla razı olmurdu. Nəhayət İmamverdi baba istər-istəməz razı oldu. Nurəddin də Əmraslanın evinə köçdü. Az bir müddətdə Əmraslan Gülpərinin əlindəki nəqd pulunu alıb qumara, kefə tələf elədi.
Artıq yavaş-yavaş Gülpəri Əmiraslanın belə deyək, necə biri olduğunu daha dərindən tanıyır. Bir gün İmamverdi babanın iflic azarından dili tutulmaq xəbəri gəldi. Gülpəri və Əmiraslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. Deməli, İmamverdi babanın iflic azarından dili tutulmuşdu və Nurəddini isə aparmırlar. Gecə Əmiraslan ilə Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur. Yəni, sadəcə dili tutulub. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi. Yox, Əmiraslan məni öldürsə də səhər sübhdən qaçıb babamı yoxlamağa gedəcəyəm. Bu fikir ilə Nurəddin yatdı. Səhər tezdən geyinib bağçaya girdi ki, gizlincə İmamverdi babagilə getsin. Nurəddin qəflətən Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld kolun içinə girib gizləndi. Deməli, bu fikir ilədir Nurəddin yatır, səhər tezdəndir geyinir, bağçaya girir ki, gizlincə İmamverdi babagilə getsin. Nurəddin qəflətən Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Nurəddin qəflətən Əmiraslanla Gülpərinin söhbətinə şahid olur. Cəld kolun içinə girib gizləndi. Əmiraslan Gülpəriyə deyirdi. Əmiraslan deyirdi, bax bu sözləri. Bunları Əmiraslan deyir. Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur. Yazıq baba, bu zalimlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram. Deməli, Əmiraslan nə deyirdi? Deyirdi ki, sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarəsi yoxdur. Və bu zamanda, belə deyək, Nurəddin deyir ki, yazıq baba, zalimlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram. Nə yaxşı oldu ki, bunların fikrini bildim. Nurəddin bu fikirdə ikən Əmiraslan başladı. İndi yaxşı fürsətdir. Deməli, yenə də Əmiraslan başlayır. İndi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdə yatır. Bahar da ki, uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü? Aha. Əslində zəhər kimin üçün imiş? Əslində zəhər Nurəddin üçün imiş. Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb, tükləri biz-biz durdu. Yazıq uşaq qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən bir ruh idi. Aha. Daha sonra bu sözləri eşidəndə Nurəddinin rəngi qaçdı və rəngi elə qaçmışdı ki, deyəsən bir ruh idi. Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. O su çəkdiyi halda daldan itəlib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdu. Hərgah razısansa de bu axşam əmələ gətirim. Aha. Və başqa bir fikir də var idi ki, bunu yəqin ki, elə bunu da Əmiraslan deyir. Nurəddini göndərəcəm nəyə? Göndərəcəm quyudan su çəksin və o su çəkəndə daldan itəlib quyuya salacağam. Hamıya da deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdu. Hərgah razısansa deyə bu axşam əmələ gətirim. Razıyam deyə Gülpəri cavab verdi. Deməli, Gülpəri də bu işə razı imiş. Əmiraslan və Gülpəri getdilər. Birazdan sonra Nurəddin kolluqdan çıxdı. O yan bu yana baxıb qorxa-qorxa yola düşdü. İndi daha mən İmamverdi babanın yanına niyə gedim? O özü ölüm halında ikən məni bu zalimların əlindən necə xilas edə bilər? Yox. Qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Deməli, Baharın yanına getmək istəyir. Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu. Aha, meşəyə tərəf üz qoydu. Ancaq yolu azıb meşədən çıxa bilmədi. Gün batan zaman bir şaxlı budaqlı ağac tapıb üstünə çıxdı ki, gecə orada yatsın. Nurəddin əvvəl gözlərini açanda harda olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi ora gəldi. Nurəddin bunu görüb ağacdan düşmək istəmədi. Yolçu dedi, ağacdan düş, oğlum, mən səni evinizə apararam. Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi. Mənim evim yoxdur, əmi, mən atasız, anasız bir yetiməm. Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Deməli, birinci kimi ilə qarşılaşır? Bir dilənçi ilə qarşılaşır. Nurəddin əvvəl gözlərini açanda harda olduğunu bilmirdi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi ilə qarşılaşır. İlk öncə baxın, birinci bununla qarşılaşır qoca dilənçi ilə.
Aha, və dilənçi deyir, dağarcığından bir qədər su, bir qədər çörək və soğan çıxarıb Nurəddinə verdi. Nə? Çörək ilə su. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Aclığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri dilənçiyə nağıl elədi. Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər deyə Nurəddin dilənçiyə yalvardı. Qorxma oğlum, səni aparıb evinizə verərəm. Sizin şəhər buradan xeyli uzaqdır. 12 gündən sonra yolçular gəlib böyük bir şəhərə çatdılar. Neçə gündən sonra? 12 gündən sonra. Yolçular deyir, gəlib böyük bir şəhərə çatdılar. 12 gündən sonra. Cənnətəli xəstə olduğuna görə Nurəddini dilənməyə göndərdi. Deməli, Cənnətəli kim idi? Cənnətəli belə deyək, dilənçi idi də, kişi dilənçi idi və adı nə idi? Cənnətəli. Xəstə olduğuna görə Nurəddini deyir, dilənməyə göndərdi. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi. Bir-iki küçə dolandısa da həya edib bir kəsə əl uzada bilmədi. Küçələrdən birini keçərkən ayağı büdrüyüb yıxıldı. Bu halda bir fayton iti gəlirdi. Deməli, əslində o deyir, abır həya edib deyir, neynəmədi deyir, dilənmədi deyir. Çünki deyir, utanırdı da, yəni belə heç vaxt deyir, dilənməmişdi. Və küçələrdən birini keçərkən ayağı büdrəyib yıxıldı. Bu halda bir fayton iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini vurdu. Bunu görəcək adamlar qışqırıb yürüşdülər. Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. Deməli, əslində belə deyək, Cənnətəli xəstə olduğuna görə o dilənməyə çıxmışdı və onun da başına belə bir hadisə gəlir. Yəni Nurəddinin, keçən fayton onu vurur, saxlaya bilmirdi atların qabağını. Və cəmaət hamısı yürüşüb gəlirlər, Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. Bu hansı Rəhimdir? Hansı ki, Gülistan kitabını, Sədinin Gülistan kitabını Hacı Nəsirə verən şəxs idi bu. Körpünün üstündə ağlayan həmin o İranlı belə deyək də tacir idi. Və Rəhimindir faytonuna qoydular, o da minib dedi, tez sür evə. Rəhim şəhərin məşhur cərrahını çağırtdı, həkim Nurəddinin yaralarının yerlərini qoyub sarıdı və dedi, qorxulu yarası yoxdur, 5-10 günə sağalıb durar. Deməli, Rəhim deyir, şəhərin ən məşhur həkimlərini çağırdı və onlar da belə diaqnoz qoydular ki, 10-15 günə sağalıb durar. Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Rəhimə yəqin ki, Rəhimin həyat yoldaşıdır və deyir, Nurəddinin boynundan deyir, parçaya tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli, həm də deyir, köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədi ilə cırdı. İçindən bir balaca kitab çıxdı. Kişi gör bu nədir? Deyə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi, şükür olsun, axırda tapdım. Sonra üzünü uşağa tutub dedi, sənin adın Nurəddindirmi, oğlum, Nurəddindirmi? Bəli, deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə soruşdu. Kişi, sən bunun adını hardan bildin? Rəhimə, bu uşaq axtardığımız Hacı Nəsirin oğlu Nurəddindir. Bu əlimdəki də sənə nağıl etdiyim Gülistandır. Nurəddin sağalıb ayağa durmuşdu. Rəhim və Rəhimə Nurəddindən bu dilənçilik halına düşməyinin səbəbini ancaq indi soruşdular. Deməli, artıq sağalmışdı və sağalandan sonra bu, belə deyək, dilənçilik halətinə düşdüyünün səbəbini soruşurlar. Və Nurəddin başına gələni nağıl eləməyə başladı. O nağıl etdikcə Rəhimgil qocalar çəkirdilər. Nurəddin nağılı tamam edib Rəhimdən təvəqqə elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhim Nurəddinin kitabına əlinə götürüb dedi, oğlum, bu kitabın əhvalatını bilirsənmi? Bəli, atam söyləyibdir, deyə Nurəddin cavab verdi. Deməli, Nurəddin də bu kitabın əhvalatını bilirdi. Bilirdi. Oğlum, o Rəhim mənəm. Bahar səni mühafizə edə bilməz. İndi sən razı olsan, Bahara da yazaram gələr. Nurəddin bu təklifi qəbul etdi. Rəhim Nurəddini edadi, yəni orta məktəbinə qoydu. Deməli, Rəhim Nurəddini məktəbə qoyur.
Bir dəfə dərsdən qayıdarkən Nurəddin küçədə Cənnət Əlini gördü. Həmin o dilənçi kişini görür. Çox sevindi, onunla görüşdü. Baba, sən mənə yaxşılıq etdin. İndi də mən sənə yaxşılıq edəcəyəm. Cənnət Əliyə təzə libas geyindirib bağçaya bağban etdilər. Deməli, bağçaya bağban edirlər. Bu axşam Nurəddin Rəhim və Rəhimə ilə çay içdiyi zaman Bahar qapıdan içəri girdi. Və Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi, Bahar, məni tanımırsanmı? Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi, vay, Nurəddin sağ imiş. Bunu deyib Nurəddini bərk qucaqladı. Bahar biraz rahat olandan sonra dedi, Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Bir də gördüm ki, Əmraslanla Gülpəri budur. Gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə göndərdilər və mənə də dedilər, Bahar, indi sən bizə lazım deyilsən. Bu nağıl etdiyimiz zamandan 10 il keçdi. 10 il. Rəhimin evində böyük qonaqlıq tədarükü görülürdü. Bu qonaqlıq tədarükünün Edadi məktəbini qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Artıq Nurəddin məktəbi qurtarmışdı və Rəhim də ziyafət verirdi ki, artıq məktəbi qurtarıb. Axşama 2 saat qalmış qonaqlar dağılışmağa başladılar. Nurəddin də özünü bir qədər havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Axşam vaxtı Külfət hamısı çay süfrəsində hazır olan vaxt Nurəddin içəri girib dedi, ata, sizə bir qonaq gətirmişəm, təvəqqə edirəm qəbul edəsiniz. Edərəm oğlum, de içəri gəlsin. Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı və dedi, ana, bilirsənmi bu dilənçi arvad kimdir? Gülpəridir, deyə Bahar qışqırdı. Bəli, Bahar, Gülpəridir. Deməli, artıq Gülpəri dilənçi vəziyyətinə düşmüşdü. Nurəddin Gülpəriyə tərəf döndü və dedi, Gülpəri, indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin bütün təqsirlərindən keçib bağışlayıram. Deməli, onu bağışlayır. Bunu eşitcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı. Nurəddin Gülpərini qaldırıb oturtdu. Gülpəri başladı. Doğrudur, sənin dövlətinə sahib olmaq istəyirdim, ancaq ölümünü istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmraslan oldu. Sonra səni ölmüş bilib malına sahib olduq. 1-2 ilin ərzində Əmraslan pulları qumarda uduzub qutardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əldən çıxandan sonra Əmraslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Deməli, Əmraslan məni də qovur və qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. Deməli, divan tərəfindən tutulub asıldı. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi, oğlum, indi rahat ola bilərəm, çünki sənə verdiyim tərbiyənin meyvəsini bugün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim. Çünki mən ancaq yaxşılığa yaxşılıq etdim. Bu hər kişinin işidir, amma sən yamanlığa yaxşılıq etdin, bu isə ancaq sənin kimi ər kişinin işidir. Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü. Belə, əsərimiz burada sona çatdı. İndi isə başlayaq təhlil hissəsinə. Deyir, həyata əks etdirmə növü epik növ. Bircə saniyə, işığı biraz çoxaldaq. Həyata əks etdirmə növü deməli epik növdədir. Janrı hekayə. Mövzusu ailə məişət münasibətləri və tərbiyə məsələləri. Ailə məişət münasibətləri və tərbiyə məsələləri. İdeyası nədir? Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq ər kişinin işidir. Bu nə deməkdir? Yəni, yaxşılığa yaxşılıq hamı edə bilər. Amma yamanlığa yaxşılıq eləmək ər kişinin, yəni belə deyək də ər kişi, belə daha biraz böyük anlayışdır bu. Yaxşılıq itmir, öz sahibinə qayıdır. Bu da məhz ideyanı təmsil edir. Yaxşılıq itmir, öz sahibinə qayıdır. Əsərdə bütün hadisələr Nurəddinin taleyi ilə bağlıdır. Gülpəri və Əmraslan obrazları mənfi obrazlar olub, şərin və pisliyin simvolu hesab olunurlar. Gülpəri ilə Əmraslan deməli nə hesab olunurlar? Şərin və pisliyin simvolu hesab olunurlar. Mətndəki əsas fikir kimliyindən asılı olmayaraq hər kəs öz gücü çatdığı qədər yaxşılıq etmək iqtidarında olmasıdır. Əsas deməli fikir nədir? Kimliyindən asılı olmayaraq hər kəs öz gücü çatdığı qədər yaxşılıq etmək iqtidarında olmalıdır, olmasıdır fikridir. Ata-ana qayğısından məhrum olan Nurəddin bütün meylini Bahara salır.
İnsan öz etdiyi əməlin bəhrəsini dadır. Hər hansı bir yaxşılıq edilərkən onun qarşılığında təməna gözlənilməməlidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə bitir. Xeyrin şər üzərində. Nurəddin ağıllıdır, uzaq görəndir, mərd və pisliyə yaxşılıqla cavab verir. Deməli, mərd və pisliyə yaxşılıqla cavab verir. Şər və pisliyə yaxşılıqla cavab verir əslində olmalıdır. Oxmağa, yəni mərddir və pisliyə yaxşılıqla cavab verir. Oxmağı ilə hamıdan seçilir. Anasının vaxtsız ölümü onu çox sarsıdır. Diribaşdır, vəziyyətdən çıxmağı bacarır. Gülpəri Əmiraslanla evləndikdə onu İmamverdi babanın yanında qoyduğu üçün sevinir. Rəhmin yanında qalarkən Cənnətəlinin yaxşılığının qarşılığı olaraq bağban kimi işlənməsini istəyir. Gülpəri ilə qaçdıqdan 10 il sonra qarşılaşır. Hacı Nəsir, oğlu dünyaya gələndə fəqir füqaraya pul və xörək paylayır, kasıbə əl tutur, oğlunun sağlamlığı üçün ona dua etməyi xahiş edir. Xeyirxah, alicənab, əli açıq bir insandır. Həyat yoldaşı Həlimə xanım soyuq dəymədən vəfat edir, oğlunun haqsız yerə döyülməsinə dözə bilmir, Gülpəri ilə evlənməyə görə peşman olur. Gülpəri obrazı kobud, bədxasiyyət, 23 yaşında bir qızdır. Əsərdə xarici görkəmi təsvir edilir. Hacı Nəsir öldükdən sonra pula görə Nurəddinlə xoş rəftar edir. Nurəddin ilə 10 il sonra dilənçilik edərkən qarşılaşır. Sonda Nurəddin tərəfindən bağışlandıqdan sonra başına gələn hadisələri və Əmiraslanın sonunu danışır. Bahar Nurəddinə anası qədər qayğıkeşlik edən mehriban bir insandır. Gülpərinin bütün kobudluqlarına baxmayaraq Nurəddinə görə yanından ayrılmır. Gülpərinin bütün niyyətlərini Nurəddinə başa salır. Rəhim əslən İranlı olur. Hacı Nəsirlə mal almaq üçün gəldiyi yerdə pulunun oğurlanması nəticəsində tanış olur. Şirazinin, yəni Sədi Şirazinin Gülüstan kitabını atası vasitəsilə Nurəddinə bağışlayır. Təsadüfən yaralanan Nurəddini evlərinə gətirib ona atalıq edir. Əmiraslan İmamverdinin qardaşı Tanrıqulunun ərköyün oğludur. Uşaqlıq xatirələri barədə məlumat verilir. Gülpəri ilə pula görə evlənir. Nurəddini əvvəlcə zəhərləyərək, sonra isə quyuya ataraq öldürmək istəyir. Bu qədər.